Hər kəsə salam. Bugün seriyamızın ilk qonağı olan Subaru haqqında danışacağıq. Bu avtomobil 2008-ci il, deməli Subaru Impreza STI modelidir. Çox qəribə özəllikləri, yəni çox qəşəng modifikasiya olunmuş bir avtomobildir. Gəlin sizə xüsusiyyətlərini göstərim. Gördüyünüz kapot ağ rəngli olmağına baxmayaraq orijinal fiber karbondur. Bu hissələrimiz motorun daha yaxşı soyudulması üçündür. Yəqin ki, məncə bunu bilirsiniz. Aşağı gəldikdə isə burada bir STI yazısı görürük. STI yazısından da aşağıda avtomobilə daha yaxşı aerodinamika üçün bir lif quraşdırılıb. Gördüyünüz kimi keçək motorxana hissəsinə. Deməli, kapotumuz orijinal fiber karbon olduğu üçün gördüyünüz kimi çox yüngüldür, özü qalxır. Ne diyor ben? Burada avtomobilinizin EJ20 kodlu mühərrikini görürsünüz. 2 motordur, 150 at gücüdür. 150 at gücü olmağına baxmayaraq, avtomobiliniz şəhərçi, belə deyim, 17-18 litr yanacaq istifadə eləyir. Burada turbomuzu görürsünüz, hava filtrimiz olsun. Kapot hissəsi ilə yekunlaşırıq. Sonra gəlirik avtomobilin yan hissəsinə. Mənim ən çox bəyəndiyim hissələrdən biri avtomobilin diskləri. XR firmasını bəziləriniz bilirsiniz məncə. O firmanın 527, yəni belə kodlu bir diskidir və bu avtomobillər üçün çox idealdır. Toyota GT86 və s. bu Impreza kimi avtomobillərdə çox istifadə olunur. Yəni mən çox bəyənirəm. Dostlar, Azərbaycanda belə deyim, nəzərdə çatdırım ki, Subaru STI yoxdur, çox bahadır. Hətta Almaniyada belə bu avtomobilin öz qiyməti 62.000 eurodur. Ona görə gömrüyü falan çox baha gəlir. Gəlin belə deyim, bu avtomobillə danışaq, davam eləyək. Bu avtomobildə orijinal karbon spoilerdən istifadə olunub, hansı ki bu yalnız STI modellərində gəlir. Sahibinin də məqsədi bu avtomobili STI-yə bənzətməkdir. Aşağı düşdüyümüz zaman burada gördüyünüz bu hissə də, nömrənin üstü də Konuş artık. karbondur. Aşağı düşürük. Bu avtomobilin əslində buferi belə deyil. İndi buralara şəklini qoyacağım. Bu avtomobilin buferində yalnız bu hissədə bir çıxış olur. Gəlirik bura. Burada bilənlər bilir, orijinal borla qazan sistemindən istifadə olunub. Yəni qiyməti haqqında məlumatınız var məncə. Biraz araşdırsaz özünüz görə bilərsiniz. Tamam reis, bu kadar abartmaya gerek yok. Yani anladık, sen tehlikesin, tehlikenin içinden geldin. Alman əfsanələrində istifadə olunan bir qazan sistemidir. Səsinə isə qulaq asacağıq indi, burada qalın. Tamam kardeşim. Ənənəvi olaraq gördüyünüz kimi Momo rulumuz, bu bir əfsanədir. Yəni bütün JDM-lərdə olmalıdır. Taxaq, o məşhur səsi eşidək bir dənə. Deməli, avtomobilinizin içərisinə gəldiyimiz zaman interyerdə gördüyünüz bütün bu detallar, bunlar hamısı karbondur. Gəlirik içəriyə. Burada deməli RPM göstəricisi, yağın temperaturu və s. takometr. Bu içəri hissə hamısı yığılmadır. Yəni orijinal STI-də olduğu kimi. Gördüyünüz kimi skor satmaq üçün içərinin detallarının hamısı, sonra bunlar hamısı karbon detallardır. Gördüyünüz kimi avtomobildə orijinal Recaro oturacaqlardan istifadə olunub. Yəni bunun qiymətini bilənlər bilir. Burada isə bizim necə deyək, katanamız var. Düzdür, Scorus başlığıdır. Burada bu rolu belə deyim, asmaq üçün bir dənə belə yerimiz var. Hansı ki bu rolu buradan asırıq. Avtomobilin üst hissəsində təmiz yığılmadır, alkantaradır. Gördüyünüz kimi kim yığıb, çox qəşəng yığıb, səliqəli. Yaponlar tərəfindən yazılmış bir yazı. Saxla. Dostlar, indi isə avtomobilimizin səsinə qulaq asaq, o mükəmməl səsə. Nasıl ver?